Salam dostlarım, mən Elgiz Nəzərli. Bugün sizlərlə kompüterə aid, yəni onda olan virusları silməyi və bir surətin çoxalmağı göstərəcəm və çox zaman almadan keçək videomuza. Dostlar, bura girirsiniz, bu startla rolunu bastıktan sonra burada yüzde temp yazırsınız. Yazdıktan sonra enter vurursunuz ve gördüğünüz gibi burada bunlar var da, bunlar hamısı mən yəni silmişəm, nəticəsini görmüşəm. Bunlar hamısı virusdur. Burada silib basırsınız və hə deyirsiniz. Burada deyir ki, bunlar yəni olmayacaq da, olmayacaq. Çünki bunları hal-hazırda işlətdiyimiz proqramlar. Sonra isə dostlar, bunu yenə həmişə kimi basırsınız. Bu səfər isə temp yazırsınız. Yazdıqdan sonra bunu kontrol edirik və silirik. Bu da silindi. Sonra isə kompüterə daxil oluruq. Bu aradan C diskinə giririk və orada Windows'dan da aşağı gəlirsiniz. Burada prefect var. Bunu basıraq. Burada bunları da kontrol edərək silirsiniz. Sildik. Burada olan videoları silirsiniz. Bu səbətdə olan səbəti boşaldırsınız. 197 element və kompüter gücləndirmə. Burada daxil olsunuz xüsusiyyətlər. Buradan isə təkmil sistem parametr və buradan ən yaxşı məhsulda uyğunlaşdır və basaraq tətbiq et deyirsiniz. Bir dəqiqə gözləyək. Aha, ok. Ekran belə olsa da, yəni sırf donmayacaq, ona görə uyğunlaşır. Nəysə dostlar, bugünkü videomuz bu qədər. Görüşənə qədər.